İmam Hüseyin Aleyhisselam buyurur ki, and ola Allah'a, mənim sahabələrimdən izzətli, mənim sahabələrimdən şərəfli, mənim sahabələrimdən səxavətli və ilaxirə olmayıb. Peyğəmbər Aleyhisselamdan bu sözü eşitmişsiniz, ancaq uydurma bəzi insanları tərifini eşidərsiniz. Peyğəmbər Aleyhisselamın sahabələri döyüşdə onu qoyub qaçırdılar. Peyğəmbər onlara çağırırdı ki, hara qaçırsınız? Əli Aleyhisselamın sahabələri ki vardı, bir vaxtı gəldi, Əli Aleyhisselamı arxa çevirib getdilər. Hər adamın daxilində o hal yoxdur ki, ədaləti axıra kimi müdafiə eləsin. İstər Peyğəmbər sahabəsi, istər Əli Aleyhisselamın sahabəsi, necə zəifliklər elədi. Amma İmam Hüseyin Aleyhisselamın sahabəsi, hətta Ayətullah mərhum mütəhhəri, çox gözəl təhqiqatçı, müctehid, alim qeyd edir ki, Həzrət Hüseyin Aleyhisselam ki, Aşura günü dedi ki, şamları söndürün ki, getmək istəyənlər getsinlər, utanmasınlar. Onlardan heç bir kəs getməyibdir.